Salam dəyərli müəllimlər. Deməli, belə bir məsələ var. Bir qardaş bizə göndərib. İstəyirəm onun izahını sizə ətraflı eləyəm. Deməli, deyir ki, şəkildəki elektrik dövrəsində KL ucları arasında bağlanan voltmetrin göstərişi neçə volt olar, daxili müqavimət nəzərə alınmır. Bax, dəyərli müəllimlər, bir şey deyim, yadınızda saxlayın həmişə. Yəni, voltmetr olan dövrəni yox kimi qəbul edirsən. Elə bil, burada voltmetr yoxdur. Deməli, mən birinci R umumini tapıram. R umumi nədir? Yuxarı qoldakı gərgin müqavimət 20-dir. Aşağıdakı qoldakı müqavimət isə 10-dur. Yuxarıdakı aşağıdakına paralel qoşulub. Olacaq 20 vır. Deməli, 10 böl 20 üstəgəl 10. Bu deyiləcək 200 böl, deməli, 30. Bu deyiləcək 20 böl 3. İndi mən ümumi cərəyanı tapıram. I bərabər U böl R ümumi. Bu deyiləcək 100 böl 20. Bu 3-də çıxır yuxarı. Bunlar ixtisar getdi. 12, 15. Düzdür? 15 amper. İndi bu 15 amper var ha. Bu 15 amper gəlir buradan. Gələcək buradan 15 amper. Deməli, bir hissəsi bu qolun üzərinə düşəcək. Bir hissəsi də bura. İndi burada bir şeyə diqqət eləmək lazımdır. Bax, paralellərdə gərginliklər eynidir. Düzdür? Yuxarıdakı 20-dir müqavimət. Aşağıdakı 10-dur. Düzdür? Mən buradakı qola I desəm, bu aşağıdakı qol olacaq 2 dənə I. Niyə bura yuxarı I verdim, aşağı 2? Çünki bax, buradakı müqavimət 20 vır I. Gərginlik nədir? I vır R. Oldu 20 vır I. Oldu 20 I bu oldu. İndi aşağıdakına baxın. 4 da 6, 10. Onu da 2 i-yə vuranda edir 20 i. Deməli, yuxarıdakı gərginlik aşağıdakı gərginliyə bərabərdir. Vəsə. İndi biz də bilirik ki, i ilə 2-nin cəmi 15-dir. Yəni, 3 dənə i 15-ə bərabərsə, hər i-nin payına düşür 5 amper. Vəsə. Deməli, mən tapdım ki, yuxarıdan, bax, buradan 5 amper cərəyan gedir. Bax, burada. 5 amper cərəyan gedir. Buradan da gedir 2i-də, yəni 10 amper. Düzdür? İndi, bax, burada əsas məsələ müəllim nəyi qarışdırır? Bax, buradakı gərginliklə buradakı. İndi voltmetri qoşuram, birləşdirdim. Düzdür? Bax, həmin dövrəni mən burada çəkirəm. Bax. Deməli, bu 5-dir, bu 12-dir, 12 ohm. Buradan keçən cərəyanda 5 amperdir. Düzdür? Burada da müqavimət bizə verib 4 ohm və buradan keçən cərəyan da deməli 10 amper. Düzdür? 10 amper. İndi diqqətlə fikir verin. Bunu biraz uzun çəkirəm ki, burada da bir dənə voltmetrimiz var. Düzdür? İndi buradakı gərginlik nə qədər olacaq? 5 vır 12. 60 eləməyəcək. Həmin 60-ı yazıram bura. 60 volt. Bəs buradakı gərginlik nə eləyəcək? 10 vır 4, 40. Bunu da yazıram bura, 40 volt. Deməli, voltmetr nə olacaq? Potensiallar fərqi. 60 çıx 40 bərabər 20 volt. Deməli, voltmetrin göstərişi olacaq 20 volt. Diqqətinizə görə minnətdaram. Sağ olun.